Yeni kompüter almaq istəyirsən, ancaq hansı əməliyyat sisteminin sənə daha uyğun olduğunu bilmirsən. Mac yoxsa Windows? Bu iki əməliyyat sistemini real həyatdakı istifadə təcrübəsinə əsasən müqayisə edəcəyik. Bu video sizlərə hansı əməliyyat sisteminin uyğun olduğunu seçməyinizə köməklik edəcək. Əvvəlcə dizayn və istifadə rahatlığı ilə başlayaq. macOS çox təmiz, zərif və minimalist dizayna sahibdir. Hər şey yeri yerindədir. Animasiyalar çox axıcıdır və göz oxşuyur. Bir çox insan Mac istifadə etdikdən sonra başqa əməliyyat sisteminə keçə bilməyəcəyini deyir. Windows isə daha çox azadlıq verir. İstədiyiniz kimi tema dəyişə, start menüsünü fərdiləşdirə, hətta ikonları belə tam dəyişdirə bilərsiniz. Yəni dizayn baxımından macOS daha premium hiss etdirir. Windows isə daha elastik və fərdiləşdirilə biləndir. Performans və optimallaşdırma məsələsinə gələndə Apple-ın üstünlüyü aydın görünür. Çünki Apple həm hardware, həm də software-i özü hazırlayır. M seriyalı chipsetlərdə macOS çox yaxşı optimallaşdırılıb. Eyni texniki göstəricilərdə MacBooklar daha az isinir, ventilyatoru az işləyir və batareya ömrü daha uzun olur. Windows isə yüzlərlə fərqli markalarda işlədiyi üçün optimallaşdırma hər cihazda eyni səviyyədə olmaya bilir. Ancaq yaxşı soyutma sisteminə və güclü prosesora malik Windows notebooklar çox yüksək performans göstərir. Proqram təminatı uyğunluğunda isə Windows hələ də öndədir. Oyunların böyük əksəriyyəti, mühəndislik proqramları, mühasibat və xüsusi peşə proqramları ən yaxşı Windows-da işləyir. MacBooklarda M seriyalı chipsetlərə keçdikdən sonra oyun dəstəyi xeyli artıb, amma hələ də Windows qədər geniş seçim yoxdur. Digər tərəfdən, video və foto redaktördə macOS çox güclüdür və peşəkarlar tərəfindən çox sevilir. Təhlükəsizlik baxımından macOS daima öndədir. Daha az virus hücumuna məruz qalır. Çünki sistem arxitekturası və proqram paylama sistemi tam olaraq fərqlidir. Microsoft Windows 11-dən bu yana təhlükəsizlik sistemlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, ancaq yenə də macOS-a çata bilmir. Seçimdə qiymət məsələsi də çox vacibdir. Windows əməliyyat sistemli notebooklar MacBooklara görə xeyli ucuzdur. Büdcəsi məhdud olanlar Windows əməliyyat sistemli notebookları seçə bilər. MacBooklar bahadır, amma keyfiyyət, uzun ömürlük və ikinci əl kimi satışda yüksək qiymətləndirmə üçün çox yaxşı seçimdir. Seçimdə ekosistem də böyük rol oynayır. Əgər iPhone, iPad və AirPods istifadə edirsinizsə, MacBook ilə cihazlarınız arasında çox sürətli inteqrasiya olur. Bir kliklə fayl göndərmək, zəngləri kompüterdən cavablamaq, klaviatura və sikanı cihazlar arasında paylaşmaq çox rahat olur. Windows isə daha çox Android telefonlarda yaxşı işləyir. Samsung və Google kimi modellər Windows əməliyyat sisteminə daha yaxşı inteqrasiya olunub. Oyun mövzusuna gəldikdə isə Windows daima qalibdir. Çünki Steam, Epic Games kimi oyun platformaları və ən böyük əksər oyunlar Windows üçün optimallaşdırılıb. Nəticə olaraq, əgər siz gözəl dizaynı, stabil işləməni, uzun batareya ömrünü və təmiz təcrübəni üstün tutursunuzsa, xüsusilə də iPhone istifadə edirsinizsə, macOS əməliyyat sistemi sizin üçün ən yaxşı seçimdir. Yox, əgər siz oyun oynayırsınızsa, müxtəlif proqramlara ehtiyacınız olursa və ya əməliyyat sistemi fərdiləşdirməyi sevirsinizsə, Windows ən ağıllı seçimdir. Əslində, ən yaxşı əməliyyat sistemi deyilən bir şey yoxdur. Sizin ehtiyaclarınıza ən uyğun olan sistem var. Seçim etmək